Tanınmış mimar Elçin Əliyevin paylaşımlarını hamımız yaxından izləyirik. Bizim gördüklərimizi və görmədiklərimizi profesional mimar kimi diqqətə çatdırır. Ötən söhbətlərimdə də Elçin müəllimin bir sıra tənqidi paylaşımlarından bəhs etmişəm. Bugün də qarşıma onun iki paylaşımı çıxdı və həqiqətən Bakı şəhərinin, xüsusilə də içəri şəhərin vəziyyətinə ürəyim ağrıdı. Elçin Əliyev təqdim etdiyim fotonu paylaşaraq bildirir ki, Bakı şəhərinin mərkəzində biabırçılıq hökm sürür. Zərifə Əliyeva küçəsində yerləşən bu tarixi binanın girişi artıq bir həftədir bu vəziyyətdədir. Halbuki bina kopa hazırlıq çərçivəsində dövlət büdcəsi hesabına təmir olunmuşdu. Bu vandallığın məsuliyyəti kimdədir? Nəzarət orqanları hara baxır? Vergi ödəyicisinin pulu niyə bu cür israf olunur? Həqiqətən də vaxtilə sahil metrosundan bir qədər irəlidə Heydər Əliyevin və Əziz Əliyevin yaşadığı binanın qarşısında bu biabırçılıq hökm sürürsə, vay kənardakı qəsəbələrin halına. Başqa paylaşımlarında isə tanınmış mimar içəri şəhərin acınacaqlı vəziyyətindən yazır. Rus dilində olduğu üçün tərcüməsini təqdim edirəm. Çox təəssüf ki, son illərdə içəri şəhərə tarix irsindən uzaq olan məmurlar rəhbərlik edir. Onların fəaliyyətinin sonu əksər hallarda vəzifədən kənarlaşdırma və korrupsiya ittihamları ilə başa çatır. Təəccüblü deyil, bütün köhnə şəhər bütöv bir restorana çevrilib. Ona görə də bir müddət əvvəl içəri şəhərin rəhbəri vəzifəsinə təyin olunmuş Rüfət müəllimə çətin sahədə uğurlar arzulayıram və ümid edirəm ki, onun məsul vəzifədə ilk addımlarından biri meydandakı bu çirkin kafenin ləğvi olacaq. Şairin xatirəsinə və şəhər sakinlərinə daha böyük hörmətsizliyi təsəvvür etmək çətindir. Mimarın qeyd etdiyi kimi, həqiqətən də bugünə qədər içəri şəhərə onun tarixi irsindən uzaq olan məmurlar rəhbərlik edib. İstər Mikayıl Cabbarov, istər Samir Nuriyev, istərsə Əskər Ələkbərovla Şahin Seyidzadə. İnanmıram ki, indiki rəhbər də ənənədən kənara çıxsın. Samir Nuriyev heç vaxt imkan verməz ki, kimsə fəaliyyətində ondan bir cıqqan yaxşı görsənsin. Amma o da həqiqətdir ki, adlarını çəkdiyim içəri şəhər müdürlərinin hamısının adı ciddi korrupsiya faktlarında hallansa da bugün yüksək vəzifələr tuturlar. Hətta Əskər Ələkbərov içəri şəhər rəhbərliyindən azad olunanda hakimiyyət mediaları yazırdı ki, onu həbs edəcəklər. Şahin Seyidzadə haqqında da bugünlərdə eyni qaydada yazırlar və yazdılar. Nəticə isə göz qabağındadır.